Mən Rıdayeva Telli Rəliyyət qızı, Bərdə şəhər 6 nömrəli məktəbdə 20 ildir ki, xadimə işləyirəm. Mən məktəbin həyətində yararsız bina var. Orada qaçqınlar yaşayırdı, Şuşa qaçqınları. Onlara ev verildi, getdi. Bu yararsız bina boş qaldı, evim olmadığı üçün gəldim, yığışdım bura. Mənim işığımı kəsmişdilər. Yararsız bir evin üstündən damır, yağış yağanda başımıza yağır, vanna vedrə daşıyırıq. Təşəkkürüm Bərdə rayon polis şöbəsinin rəisi Ənvər Həsənov cənabınadır. Məni səmimi qarşıladı. Mən sözümü dedim, mənə diqqətlə qulaq asdı. Bərdə işığımı bağlatdırdı. Dedi, evin üstünü də düzəltdirəcəm, kömək eləyəcəm. Hər nə olsa mən arxanızdayım. Mən sizə kömək duracağım, mən minnətdarlığımı bildirirəm. Yenə Ənvər müəllimə təşəkkür edirəm. Ona minnətdarlığımı bildirirəm. Mənim uşağım narkotikdən əziyyət çəkirdi. İndi həbsdədir. Mən bilirəm ki, mənim uşağım yaşayır. Mənim kimi analar çoxdur. Ənvər müəllim bütün narkotiklə bağlı cavanlarımızı sağlamlığa çıxardı. Neçə ananın göz yaşlıydı, hamısı indi təşəkkür eləyir. Sağ olsun ki, Bərdə təmizlənibdir. Təşəkkürümüzü bildiririk.